Mən hal-hazırda Zaqatala rayonunun Qazangül qəsəbəsindəyəm. Çox saylı şikayətlərə əsasən buradayım. Ki, bax bu gördüyünüz, mən dayandığım bu yer hər iki tərəfi yaşayış sahəsidir. Və su, yağış yağan zaman sel burayla gəlib bütün evləri neçəsini hələ dağıdıb, aparıb və bu sakinlər qorxurlar ki, yenidə sabah sel ola bilər. O zaman qalan evləri də yenə suyun altında qalacaq. O baxımdan da bunlar dediklərinə görə əlaqədar təşkilatlara hamısına bildiriblər, məktubla, ərizə ilə. Amma hələ bu günə qədər də gəlib, maraqlanan olmayıb. Həyəcan. Qazangül qəsəbəsi sel və daşqın riski ilə üz-üzədir. Zaqatala rayonunun Qazangül qəsəbə sakinləri həyat və əmlak təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirlər. Sakinlərin sözlərinə görə ərazidən keçən sel və daşqın suları qəsəbə üçün böyük təhlükə yaradır və evlərin gələcək taleyi sual altında qoyur. İllərdir davam edən bu problemlə bağlı sakinlər müvafiq aidiyyatı qurumlara dəfələrlə rəsmi məktubla müraciət etsələr də hələ də heç bir praktik tədbir görülməyib. Əhalinin səsini lazımi instansiyalara çatdırmaq və məsələni ictimailəşdirmək məqsədi ilə sakinlər Media TV və Azmedia qrupuna müraciət ediblər. Buyurun, o fikirləriniz, şikayətiniz nə idi? Qurbanov, Zaqatala sakini, Qazangül qəsəbəsi. Bizim biçən müraciətimiz odur, dəfələrlə olubdur, nazirliyə, icraya. Çox yerlərə biz getmişik, nümayəndə yığışıq, təqdim olunmuşuq. Qaraş göz qabağındadır, tikdiyimiz uçur. Ağaçlar gedir. Göz qabağında ağacı simə bağlayırıq. Sabriyyə dövrdə yaşayırıq. Çaylağımız da ağacını keçibdir, baxanı yox. Bütçə təqdim edirlər, lazım olanda. Kağızı ki, torpaq pulunu ödəyir. 12 metre bizim torpaqla əlaqəmiz olmalıdır. Yoxdur, ortada bir şey yoxdur. Bir qabağa çıxsın ki, bu selin qabağında bu vətəndaşlarımıza nə oldu? Əgər bu dövlətsə, gəl çıxmalılar, qardaş. İnşallah gələrlər. Budur göz qabağında, bu öz baxız. Yuyub aparır. Gəl ağacı bağlamışıq. Vaxt fayda buradan biz qaz oynayan vaxtı traktor gəlib keçirdi, odunu bura boşaldırdı, odunu doğrayıb dışımızı görürük. İndi məftilə bağlayırıq ağaçlara. Evə 10 metre qalır. Görsən, görürəm. Yox, setkana bərabər dəyişin qalmıyor. Faktiki Azərbaycan qanununda əgər götürsək, yəni qanun nəyinə yaxınlaşsaq, evlə, yəni qranitsa məsələsi var. 10-12 məsafə gərək biz qorunmalıyıq dövlət tərəfdən. Biz indi nədən qorunaq? Kimdən qorunaq? 10 metre deyil, daha o deyil, göstərir o evlər. Bu evlər yoxdur, yox. Hamısı buyuruz, gözünüzlə baxırız, hamısı bir də ki, selin altına qalasıdır. İnşallah biz də bunu yuxarı çıxsın. İnşallah. Yəni fövqəladən olub. Ekologiyadan olub, gəliblər, çəkiblər özləri, təqdim olub. Burada mən durub şəkil çəkib, şəklimi göndərmişəm. 2 yekə ağac gedibdir. Hər şey təqdim eləmişik, deyiblər, narahat olmayın. Sonra bizi məktəbə çağırıb, dəvət ediblər, deyiblər, yarı pulu siz yığırız, əgər biz yarı pulu yığırıqsa, daha mənim başı sizi nə eləyirik? Özümüzü qoruyarıq da, əgər yarı pulu yığırıqsa.